Qudalıq münasibətləri etibardan sui-istifadə və havaya sovrulan milyonlar. Nazirlər Kabinetində sektor müdür vəzifəsində çalışan Qurban Sadıqovun adı ətrafında milyonluq məhkəmə və şantaj qalmaqalı böyüyür. Hər şey 2015-ci ildə Qurban Sadıqovla iş adamı Loğman Məmmədov arasında qudalıq qohumluğunun yaranması ilə başlayıb. 5 il davam edən qohumluq müddətində Qurban Sadıqov müxtəlif vədlərlə qudasından ümumilikdə 1 milyon 650 min manat pul alıb. Lakin kürəkəninin qeyri-etik hərəkətləri və maliyyə vəsaitlərindən sui-istifadəsi ailənin boşanması ilə nəticələnib. Qurban Sadıqov 2020-ci ildə borcu qaytaracağını bildirsə də, vədinə əməl etməyib. İş adamı Loğman Məmmədov qanuni tədbirlər üçün Baş prokuror yanında Korrupsiya qarşı mübarizə baş idarəsinə müraciət edib. Qurban Sadıqov elə oradakı rəsmi izahatında da 1 milyon 650 min manat aldığını etiraf edib. Məhkəmə araşdırmaları nəticəsində Azərbaycan Respublikasının Ali Məhkəməsi Qurban Sadıqovdan 1 milyon 110 min manatın tutularaq Loğman Məmmədova ödənilməsi barədə qərarı təsdiqləyib. Qərarın icrası üçün Nəsim rayon icra şöbəsi hərəkətə keçib. Alınma pulunu Loğman Məmmədovun ödədiyi, mülkiyyət hüququ isə Maya Məmmədovanın adını olan 145 nömrəli mənzil rəsmən hərraca çıxarılıb. 3 nəfərin iştirak etdiyi hərracda vətəndaş Lalə Ramiz qızı Məmmədova 960 min manat ödəyərək mənzili qanuni şəkildə əldə edib. Mənzil satılsa da Qurban Sadıqovun hələ də 249 min manat borcu qalıb və o bu məbləği ödəməkdən yayınır. İcra qrupu indi onun adına olan digər əmlakları və ailə üzvlərinin bahalı avtomobillərini araşdırır. İddia müddəti keçdiyi üçün rəsmən tutulmayan daha 640 min manatlıq borc da var ki, milli mentalitetimizə görə özünə hörmət edən hər bir vətəndaş bu mənəvi borcu ödəməlidir. Amma Qurban Sadıqov borcu ödəməyə əvəzinə qanunsuz yollarla varlanmaq üçün Loğman Məmmədova qarşı şantaj kampaniyasına başlayıb. Bakı Apellyasiya Məhkəməsində hakim Xumar xanımın sədrlik etdiyi prosesdə şok faktlar üzə çıxıb. Qurban Sadıqovun yaxın adamı Natiq Məmmədov məhkəmədə etiraf edib ki, sektor müdürü və onun vəkili Əjdər Sarıyev ətrafdakı şəxsləri öyrədərək şantaj yolu ilə pul qazanmağa cəhd göstəriblər. Hakim Xumar xanım bu cinayət tərkibli hərəkətlərlə bağlı xüsusi qərardad qəbul edərək materialları baş prokurorluğa göndərib. Ən acınacaqlı məqam isə odur ki, Nazirlər Kabinetində sektor müdürü işləyən Qurban Sadıqov dövlət qurumunun adından istifadə edərək məhkəmə orqanlarına təsir göstərməyə çalışır. Bir məmurun bu cür qanunsuz hərəkətlərinin qarşısı niyə alınmır? Şikayətçi Loğman Məmmədov bildirir ki, növbəti günlərdə Qurban Sadıqovu müdafiə edən digər məmurların adları, sektor müdürünün gizli səs yazıları, verdiyi rəsmi izahatlar və hal şahidlərinin ifadələri ictimaiyyətə tam şəkildə ifşa olunacaq. Qeyd edək ki, məlumatlar Loğman Məmmədov tərəfindən bir xəbər mediaya təqdim edilmiş sənədlər və iddialar əsasında hazırlanıb. Bir xəbər media qarşı tərəfin Qurban Sadıqovun mövqeyini dərc etməyə hazırdır və mövqey təqdim ediləcək təqdirdə materiallara əlavə olunacaq. Mövzunu diqqətdə saxlayacaq.